Əziz qardaşlar, bugün götürəcəyimiz mövzu namaz qılmayanın hökmü ilə əlaqəlidir. Və əslində bu mövzunu seçməyimə bəzi səbəblər var. Yoxsa belə əslində bu mövzu ətrafında dərs götürmək niyyətim yox idi. Təbii ki, bugün biraz dərs fərqli olacaq. Müəyyən şeylər var ki, o şeyləri inşallah kitabdan bir yerdə oxuyacaq, kitablardan. Bilirsiniz ki, bu məsələ Əhl-i-Sünnə alimləri arasında ixtilaflı məsələlərdəndir. Və alimlərin cümhuru, yəni alimlərin əksəriyyəti oraydadır ki, namaz qılmayan, yəni ərəb dilində ümumiyyətlə tərikus saləh deyəndə, yəni namazı tərk edən, orada fərq yoxdur. Yəni bir dəfə qılmıyor, iki dəfə, bəzən qılır, bəzən qılmır. Yəni faktiki olaraq adam hal-hazırda namaz qılmır. Düzdür, bizim dilimizdə bu mənanı vermir. Məsələn, bizim dilimizdə deyəndə ki, namazı tərk edən, yəni adam qılıb, sonra tərk edib. Amma ərəb dilində yox. Ərəb dilində tərikus saləh fərqi yoxdur. Yəni adam hal-hazırda namaz qılmır. Bu adamın hökmü nədir? Aydındır. Alimlərin cümhuru namaz qılmayan kafir görmür, müsəlman görmür. Və bəzi alimlər, xüsusən də Həmbəli məzhəbindən bəzi alimlər və Həmbəli məzhəbində məşhur olan rəy budur. Lakin Həmbəli məzhəbində bütün alimlər bu rəydə deyirlər. Yəni bunu xüsusən vurğulamaq istəyirəm. Bəziləri elə bilir ki, Həmbəli məzhəbində bütün alimlər bu rəydədir. Yox. Böyük Həmbəli alimləri olur, onlar bu rəydə olmuyorlar. Məsələn, İbn Batda, Əl-Ukbəri rahimehullah, o deyir ki, doğru olan budur ki, İmam Əhməd namaz qılmayanı kafir görmüyor. Və bilirsiniz ki, İmam Əhməddən bu barədə bir neçə rəy gəlir. Lakin Həmbəli məzhəbində məşhur olan budur. İndi məsələ bundadır ki, belə bir sual verilir. Yəni, məsələn, bizdən, söhbət bizdən gedir. Azərbaycanda yaşayan sələfi cəmaatdan, Əhl-i-Sünnədən. Kimsə gəlib deyir ki, mən bu məsələdə, məsələn, filan rəyi seçmişəm. Məsələn, bu rəyi seçmişəm ki, namaz qılmayan kafirdir. Burada bir problem var ya yox. Sual budur. Cavab budur ki, burada problem var ya yox, bunun özü problemdir. Nə üçün? Birinci ona görə ki, bir çox səbəbdən, təxmini biz burada 4-5 dənə səbəb zikr edəcək. Yəni bir yöndən yox, 4-5 yöndən bu problemlidir. Birinci yöndən ona görə bu problemlidir ki, birincisi bu sözü deyən adama biz baxırıq ki, bu sözü deyən adam kimdir? Əslində burada səmiyyət yoxdur. Çox vaxt belə olur. Nə mənada? O mənada ki, məsələn, hər hansısa bir fıqhı kitabı götürür. Namaz bölümünə qədər, namaz qılmayanın hökmü bölümünə qədər fıqhda onlarla yox, mübalağasız yüzlərlə məsələ var. O məsələlərin hansısa birində həmin adam rəy seçib ya yox, sual verirəm. Baxacaqsan ki, yox. Nəinki rəy seçmək, ümumiyyətlə bu məsələlərdə xəbəri yoxdur. Amma namaz məsələsinə gəldikdə həmin adam məsələn rəy seçən çıxır. Rəy seçən olur. Bu səmiyyət deyil. Bu insanın özü-özünü allatmasıdır. Bilərək və bilməyərək. Məsələn, mən indi sual versəm ki, sizə, məsələn, misal üçün, itin hökmü nədir şəriətdə? Cavab istəyirəm, sualdır. İt nəcisdir ya yox? Nəcisdir. Deyəndə ki, it nəcisdir. Bunu nəyə əsasən dedim? Dəllə əsasən yoxsa tələbələrdən belə eşitmirsən? Yox. Tələbələrdən belə eşitmirsən. Bəli, ola bilsin dəlli bilirsən, dəlli də tələbələrdən eşitmirsən. Yəni, bu sualı verməkdə məqsədim budur ki, bəzən mən namaz məsələsində filan rəyi seçmişəm deyən qardaşa, məsələn, namaz məsələsindən qabaq bir dənə, iki dənə məsələ sual verirsən. Məsələn, o suallardan birisi bu. İtin hökmü nədir? Yəni, sualda məqsəd budur ki, itin hökmündə rəy seçmişsən, heç ümumiyyətlə bilmir ki, bu məsələdə ixtilaf var, bu məsələdə rəy var, xəbəri yoxdur. İlk dəfə eşidir. Niyə? Halbuki bu fıqhın, yəni, önündə gələn məsələlərdəndir, müqəddiməsidir. Çünki nəzasətin növlərindəndir. Adam bilmir ki, bu məsələdə 3-dən 4-dən rəy var. Tamam, niyə bu məsələdə rəy seçməmsən? Və bunun kimi onlarla yox, yüzlərlə sual vermək olar. İmam Malik rahimehullah iti nəcis görmürdü. Nə özünü, nə də ağız suyunu. Yəni, bu 4 fıqhı məsəbdən birinin rəyidir, mötəbər rəydir. Mötəbər ixtilafdır. Bilirdiniz ya yox? Niyə bilmirdiniz? Niyə bu məsələdə rəy seçməmişsiniz?
Fikir verirsiniz. Bu səmimiyyət deyil. İndi mənə 2 dəqiqə vaxt verin ya da dəqiqə yarım. İmam Malik rahimehullahın dəlillərini zikr edim, hamımızın rəyi dəyişsin. Yoxlayaq ya yox? Məncə ehtiyac yoxdur. Yəni, demək istədim budur ki, hətta bu məsələdə belə sən rəy seçməmsən. Sən tələbələrdən, yəni bu məsələdə sən nə eləmsən? Fəsəlu əhlə zikri in kuntum la ta'lamun və ya fəsəl bihi xabira, biləndən soruş, ayəsinə əməl etmirsən və düz eləmsən, rəy seçməmsən. Necə ki o məsələdə və onun kimi digər onlarla yüzlərlə məsələdə fəsəl bihi xabira ayəsinə əməl etdiyin kimi bu məsələdə də bu ayə əməl etməlisən. Aydındır? Yəni bu birinci problemdir. Və ikinci yöndən nə üçün problemdir? İkinci yöndən ona görə problemdir ki, bax burada sual verilir. Ümumiyyətlə sən bu məsələdə rəy seçmək əhliyyəti olan birisisən ya yox? Bu özü böyük sualdır. Məsələn, əvvəlindən başlasaq, alimlər hamısı eyni dərəcədədir, yoxsa necə? Yox. Alimlər müxtəlif dərəcədədirlər. Məsələn, onların ən yüksəyi, məsələn, fıkhı götürsək, mutlaq müctəhiddir. Məsələn, 4 məzhəb imamı mutlaq müctəhiddir. Yəni, onların öz usulları var. O usullar əsasında Quran sünnədən istinbat edirlər. Buna deyirlər mütləq ictihad. Mutlaq müctəhid. Onlardan sonra gəlir ki, məsələn, əl-müctəhidül müqayyəd. Yəni, müqayyəd müctəhid. Yəni, hansısa bir imamın usuluna bağlı qalır, amma o usul əsasında özü müstəqil ictihad edir. Məsələn, sonra gəlir əl-müctəhid fil məzhəb, məzhəbdə müctəhid, məzhəb çərçivəsində, əl-müctəhid fil məsələ və s. Yəni, bu məsələlər önəmli deyil. Önəmli olan budur ki, o həmin alimlərin təbəqələrindən birisi də, bilirsiniz nədir? Əhl-ü tərcih. Yəni, bizim dildə desək, rəy seçənlər. Bu, əslində alimlərin, elm əhlinin bir təbəqəsidir. Bizdə üzündən Quran oxuya bilməyən deyir ki, mən rəy seçmişəm filan məsələdə. O, dolayısı yolla özünü nəyə nisbət elədi? Elmə, alimliyə. Çünki bu rəy seçmək səlahiyyəti, bu alimlərin, elm əhlinin, mütəməkkin elm əhlinin əlində olan bir səlahiyyətdir. Ola bilsin, bəli, dəlillərə, usullara əsasən hansısa bir məsələdə hansısa rəy seçsin. Yəni, bu ikinci problemdir. O da nə idi? Mən filan məsələdə rəy seçmişəm deyən, birinci bu sualı özünə verməlidir ki, sən ümumiyyətlə bu məsələlərdə rəy seçmək səlahiyyətində, bu elmdə, bu təbəqədə olan birisən ya yox. İndi yaxşı, burada biri sual verə bilər ki, bəs əks rəydə olan da axı rəy seçib. O kəs ki, deyir ki, namaz qılmayan kafir deyil. Cavab budur ki, yox, o rəy seçməyib. O yenə də, bayaq dediyim kimi, fəsəlu əhlə zikri in kuntum la ta'lamun ayəsinə əməl edib. Amma sən deyirsən ki, mən rəy seçmişəm. Ona görə fikir verin adi praktikadan. Namaz qılmayanı kafir görməyən deyir, mən rəy seçmişəm. Məsələn, tutaq ki, mən qardaşdan soruşsam ki, namaz qılmayan kafir deyə yox. Misal üçün, desə ki, yox, kafir deyil. Yəni, desəm ki, rəy seçmişsən, o deyəcək, rəy seçməmişəm. Elə namaza başlayandan belə öyrənmişəm. Amma əksi deyir ki, rəy seçmişəm. Bu ikinci problemdir. Və üçüncü problem nədir? Üçüncü problem odur ki, biz həmin qardaşa bunu deyənə sual veririk ki, nə üçün cəmaata müxalif olursan? Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, əl-cəmaatu rəhmə vəl-firqatu azab. Cəmaat rəhmətdir, ayrılıq isə əzabdır. Biz də əlhamdülillah dəvət başlayan illərdən ta bu günəcən dəvət bunun üzərindədir. Bizdə olan elm əhli, tələbələr adətən bu rəy üzərindədirlər ki, namaz qılmayan kafir deyil. Və bu dəvətin də bərəkətini görmüşük və demək olar ki, indi mən rəy seçmişəm deyən qardaşların özləri elə həmin dəvətin bərəkəti ilə 5 il, 10 il bundan qabaq özləri ibadətə başlayıblar. Həm elm tələbində, həm elm təlimində, həm dəvətdə qaydadır ki, insan yaşadığı yerdə o kəsərli rəy, insanların üzərində olduqları rəy, hansı rəydirsə, o rəyə müxalif olmasınlar. Hətta alim olsan belə. Çünki şəriətdə qaydadır ki, yaşadığın yerdə ümumi rəy nəyin üzərindədirsə, ona müxalif olmaq düzgün deyil. Ona görə alimlər qayda olaraq deyirlər ki, sənə görə mərcuh rəy üzərində, mərcuh, yəni racihin əksirə, yəni sənə görə belə desək, batil olan rəy üzərində cəmaatın ittifaq etməsi
sənə görə racih, haqq olan rəy üzərində cəmaatın ixtilaf etməsindən xeyirlidir. Necə ki, məsələn, bir misal olaraq, Osman radiyallahu anh öz xilafətində belə ictihad etmişdi ki, onlar Məkkəyə, həc üçün, ümrə üçün gedəndə namazları birləşdirmirdi. İmam o idi, xəlifə o idi, cəmaatın namazı o qıldırırdı və aydındır ki, bu da sünnəyə müxalifdir. Və sahabələr təbii ki, Osmanın bu ictihadı ilə onunla razılaşmırdılar. Və onlardan birisi de Abdullah ibn Məsud idi, radiyallahu anh. Lakin Osmanın arxasında namazı qılanda, təbii ki, Osman tam qıldığına görə İbn Məsud da tam qılır. Və namazdan sonra bəzi insanlar tabiinlərdən İbn Məsudu çəkirlər kənara ki, ya İbn Məsud, bəs sən özün deyirdin axı Osmanın əməli sünnəyə müxalifdir. Amma indi onun arxasında durub, onun rəyi əsasında rəyinə tabi olub, namazı tam qıldı. İbn Məsud nə deyir? Deyir ki, əl-cəmaatu rəhmə vəl-firqatu azab. Bir neçə dəfə təkrarlayır. Hətta sual verənin beyninə otursun deyə. Ki, cəmaat rəhmət də ayrılıq isə əzab. Baxma ki, o rəy ona görə mərcuh rəydir. Mərcuh rəy olsa da, o rəy üzərində cəmaatın ittifaqı, ona görə racih olan rəy üzərində cəmaatın ixtilafından xeyirlidir. Bu adi bir misaldır sahabələ. Və belə onlarla yüzlərlə misallar vermirlər. Məsələn, İbn Useymin rəhməhullah. Fikir verin, misalı kimdən verir? O alimdən ki, o namaz qılmayanı kafir görürdü. Və bu barədə risaləsi var. İbn Useymin rəhməhullah deyir ki, o yerdə ki, o ölkədə ki, o diyarda ki, orada yaşayan alimlər, orada yaşayan elm əhli namaz qılmayanı təkfir etmirsə, o yerdə namaz qılmayan təkfir olunmur. İbn Useymin həmin yerdə namaz qılmayana hökmü öz rəyi üzərindən verdi, yoxsa oranın alimlərinin rəyi üzərindən. Fikir verirsiniz? Bu İbn Useyminin Məcmu'l Fətavasında ikinci cilddədir. Demək istədiyim budur ki, hətta sən rəy seçməyə əhli birisi olsan belə, elm əhli olsan belə, bu düzgün deyil. Gəlib, necə deyirlər, köhnə divara təzə mıx vurmaq. Bu üçüncü idi. Və dördüncü problem nədir? Əsas məsələ. Bu gətirdiyim kitablar da məhz buna görədir. Biz əvvəldə dedik ki, Hənəfi alimləri, Şafi alimləri, Maliki alimləri və ümmətin cümhuru namaz qılmayanı kafir görmür. Yalnız Həmbəli alimlərindən bir çoxsu və Həmbəli məzhəbində də məşhur olan budur ki, namaz qılmayan kafirdir. Eləmi? Lakin necə? Baxın, müşkül bundadır ki, Həmbəli məzhəbinin rəyini götürürlər. Lakin Həmbəli məzhəbi bu rəyi necə tətbiq edir? Demir, amma o şərtləri qoyublar kənara. Hətta deyirəm ki, böyük ehtimalla çoxsunun 99,99%-nin ümumiyyətlə o şərtlərdən heç xəbəri yoxdur. İndi onları oxuyacağıq inşallah. Yəni, çox böyük ehtimalla özünüz də görəcəksiniz ki, çoxsumuzun xəbəri yoxdur. Yəni, rəy götürülüb, amma məzhəbdə İmam Əhmədin məzhəbində olan alimlər o rəyi necə tətbiq ediblər, hansı şərtlər əsasında, onlara baxılmır. Nəinki baxılmır, heç onlardan çoxsunun xəbəri yoxdur. Məsələn, birincisi, bu kitab Həmbəli məzhəbində ən mötəbər kitablardan sayılır. Ər-Ravdul Murbi kitabıdır. Deməli, Mansur Əl-Buhutinin, Həccavinin Zadul Mustaqni kitabına yazdığı şərhdir. Zadul Mustaqni kitabı Həmbəli məzhəbində, müxtəsər olaraq desək, ən mötəbər fıqhı, belə desək, iki mətin varsa birisidir. Həmin kitabın şərhidir. Ər-Ravdul Murbi. Deməli, Mansur Əl-Buhuti burada Kitab-ı Salah, namaz kitabı başlayan kimi məlumdur ki, ən birinci nəyinə başlanılır mövzu? Namaz qılmayan hükmü nədir? Sonra keçir namazın şərtləri, rükunları, vacibləri və s. Rahim Allah deyir ki, وَمَنْ جَحَدَ وُجُوبَهَا كَفَرْ. Kim namazın vacibliyini inkar edərsə, o kafirdir. وَكَذَا تَارِكُهَا تَهَاوِنًا. Və o cümlədən də namazı səhlənkarlıq səbəbi ilə tərk edən. Çünki məzhəbdə məşhur olan nədir? Budur. Yəni, məzhəb ayırmır. Namazın vacibliyini inkar edən və ya deyir, namaz vacibdir, lakin tənbəllikdən, səhlənkarlıqdan qılmır. Məzhəbə görə hər ikisi də nədir məşhur olan? Küfürdür, böyük küfürdür, dindən çıxır. Lakin, fikir verin, tənbəllik, səhlənkarlıq səbəbi ilə
tərk edən mütləq olaraq dindən çıxmır. Müəyyən şərtlərlə. Ona görə hansı şərti gətirir? Deyir ki, tərikuhə təhavünən. Və həmçinin namazı tənbəllik səbəbi ilə tərk edən hansı şərtlə? O şərtlə ki, وَدَعَاهُ إِمَامٌ أَوْ نَائِبُهُ لِفِعْلِهَا فَأَصَرْ. O zaman ki imam, yəni qazi, أَوْ نَائِبُهُ və onun naibi, onu əvəz edən, məsul bir şəxs onu namaza dəvət edərsə, namaza dəvət edərsə, o da namaz qılmamaqda israr edərsə, bu iki şərt olsa, o zaman təkfir edilir, olmasa təkfir edilmir. Və burada da söhbət kimdən gedir? Baxın, hansısa bir adamın kimisə namaza dəvətindən gedmir. Söhbət kimdən gedir? Qazidən. O adamdan ki, ona həcc cəzasını tətbiq edə bilsin şəriət ölkəsində. Yəni qazidir, loru dildə desək, adam məhkəməyə çıxarılır, bir neçə gün tövbəyə çağırılır, məzhəbdə 3 gündür. Məşhur olan. Və israr etsə ki, yox, namaz qılmayanın da hökmü nədir? Ölüm. Öldürün, namaz qılmayacaq. Bu halda nədir? Kafirdir. Bu halda iki hal dedik. Da'ahu imam, qazi onu dəvət edə, o da namaz qılmamaqda israr edərsə, tamam, təbii olaraq sual çıxırmı ki, axı bu həmişə olmur axı. Namaz qılmayanı məhkəməyə çıxarasan, şəriət dövləti, heç bizdə qazi yoxdur. Bunlar məgər onu bilmirlər? Bilirlər. Ona görə həmən onu gətirirlər. Və deyirlər ki, فَإِلَّمْ يُدْعَ لِفِعْلِهَا. Birdən o qazi tərəfindən namaza çağırılmasa necə? Adam da namaz qılmır. Və belə də ölür. Və qazi qabağına da çıxarılmıyor. Məzhəbə görə təkfir olunmur. Müsəlmandır. Həm həyatında, həm də ölümündən sonra. Xoşunuza gəlir və ya gəlmir. Dəxli yoxdur. Məzhəbdə budur. Onsuz da Həmbəli məzhəbindən başqa təkfir edən yoxdur. Tutunacağım bir dənə budur. Onlar da bu şərtləri qoyublar. Rəyi götürmüsən, qoyduğu şərtləri atmısan kənara. Ona görə deyirlər ki, فَإِلَّمْ يُدْعَ لِفِعْلِهَا. Əgər qazi tərəfindən namaza çağırılmasa, ləm yuhkəm bi kufrihi. Onun küfrünə hökm verilmir. Sonra bu kitab, bu qeyd elədiyimiz, bu hələ müqəddimə idi. Əsas məsələlər qabaqdadır. Bunu fayda üçün zikirlədim. Bu kitab, Umdetül Fiqh kitabı, fikir versiniz, nazik kitabdır. Bu təhqiqlə. Yəni belə götürsək, təhqiqsiz bu kitabı, yəni sətir altı haşiyələr olmasa, kitab təxmini belə bir kitabdır. Yəni 150 səhifəlik kitab. Bu da Həmbəli fiqhında ən mötəbər mətinlərdən birisidir bu kitab. Kitabın müəllifi İbn Qudamə rəhməhullahdır. İbn Teymiyyədən qabaq yaşayıb. İbn Qudamə rəhməhullahın belə desək, Həmbəli fiqhında söz sahibi olan alimlərdən birisidir. Hətta Həmbəli fiqhında deyəndə ki, iki şeyx belə deyir. Məsələn, biz deyəndə ki, məsələn, əxracahu şeyxan falan hədisi iki şeyx təxric edib. Yəni, Buxar və Müslim. Bu islahlar da Hənəfi fiqhında deyəndə ki, iki şeyx, Əbu Hənifənin tələbələri Əbu Yusuf və Muhammed Şeybani nəzərdə tutulur. Həmbəli məzhəbində iki şeyx deyəndə İbn Teymiyyənin babası Məcduddin İbn Teymiyyə, bir də İbn Qudamə nəzərdə tutulur. Həmbəli məzhəbində söz sahibi olan öz zamanında iki nəfərdən birisi idi. Və doğrudan da demək olar, bütün Həmbəli fıkhı İbn Qudamənin kitabları üzərində qurulub. İbn Qudamənin 4 dənə fıkha aid kitabı var. Biri budur, Umdetül Fiqh, təzə başlayanlar üçün. Sonra bundan biraz yüksək olan 2 cildi Əl-Muqni', sonra təxmini 5-6 cildi Əl-Kafi, bir də 15-16-17 cildi Əl-Muqni'. İmam Zəhəbi rəhməhullah deyir ki, o Muqni'ni oxumayana qədər fətva verə bilmirdi. Sadəcə olaraq məlumat verim ki, hətta biləsiz, bu alim və yazdığı kitablar nəinki Həmbəli fıkhında, ümumiyyətlə İslam dünyasında nədir? Çünki Zəhəbi özü Şafi alimidir axı. Deyir ki, İbn Qudamənin yazdığı Muqni'ni, o 20 cildə yaxın kitabı, oxumadıqca deyir, fətva verə bilmirdi. Hətta bəzi alimlər deyirlər ki, İslam tarixində 3-4 dənə kitab var. O kitabın haqqını verərək, fəhm edərək oxuyan adam həqiqi mənada fəqihdir. 3-4 kitab. Onlardan birisi də İbn Qudamənin
Muğnisidir. Fikir verin, bu Umdatul Fıkhda, yəni də Kitab-ı Salahda İbn Qudamə rahmetullah deyir ki, "Fəs-salavatul xams vacibetun ala kulli muslimin balighin aqil illa'l haid və nufasa." 5 vaxt namaz hər bir ağlı yerində olan, buluq yaşına çatan müsəlmanın üzərinə nədir? Vacibdir. Kimlərdən başqa? Nifas və heyzli qadınlardan başqa. Aha. Fəmən cəhədə vücubəhə, kim namazın vacibliyini inkar edərsə, o nədir? Kafir, tələsmə. Necə ki, İbn Qudamə rahmetullah tələsmir. Deyir ki, fəmən cəhədə vücubəhə li cəhlihi, kim namazın vacibliyini cahillik səbəbi ilə tərk edərsə, urrifə zəlik, ona başa salınır. Təkfir olunmur. Baxma ki, namazın vacibliyini inkar eləmək nədir? Böyük küfürdür, ittifaqla. Amma nə dedi? Bu məsələdə cahillik nə oldu? Üzr oldu. İbn Qudamə, İbn Teymiyədən qabaq yaşayır. Deyir ki, fəmən cəhədə vücubəhə li cəhlihi, kim cahilliyi səbəbi ilə namazın vacibliyini inkar edərsə, urrifə zəlik, bu ona başa salınır. Və in cəhədəhə inadən kəfər, inad ilə, bilərək, hüccət çatandan sonra inkar edərsə, kafir olur. Sonra buyurur ki, fə in tərəkəhə təhəbunən, əgər səhlənkarlıq səbəbi ilə tərk edərsə, üstütibə thələsə, 3 gün o tövbəyə çağırılır, fə in təb və illə qutil. Tövbə eləsə nə əla, əks halda isə öldürülür. Bu Umdatul Fıkh kitabı ki var, biz dedik ki, təhqiqini çıxsaq, kitabın özü neçə səhifədir? Təxmini 150 səhifədir. İbn Teymiyyə rahmetullah bu kitabı şərh edir. Tam yox. Kitabın təxmini 1/4, hətta 1/4-dən də azını. 5 cilddə. Yəni kitabın özünü 150 səhifəni, bu 200 səhifəni tam şərh eləsəydi, kitab 20 cildi keçirdi. İndi baxın, bayaqları indi İbn Qudamə rahmetullahın sözünü oxuduq. İndi görək İbn Teymiyyə rahmetullah bunu necə şərh edir? Ora qaydası yox. Bizim oxuduğumuz neçə sətr idi? Fikir verin. Və oxuduğumuz bu abzası görürsüz. 3 sətirdir. İbn Teymiyyə rahmetullah bu 3 sətri təxmini 98 səhifədə, 100 səhifəyə yaxın şərh edir. Həmin kitabdır. Şərhül Umdə. Və İbn Teymiyyə rahmetullahın şərh elədiyi yeganə fıqh kitabıdır. Bu həmin kitabın 2-ci cildidir. Təbii ki, biz burada 100 səhifəni oxuyası deyilik. Bizə lazım olan əsas məsələ. O da hansı məsələdir? Əsas məsələ, yəni o şey ki, haçan Həmbəli məzhəbi namaz qılmayanı kafir görür. Haçan. Şeyxülislam rahmetullah onu gətirir. Buyurur ki, 89-cu səhifədə. Qalə əshabuna, bizim əshabımız, yəni Həmbəli üləması deyiblər ki, yuhkəm bi kufrihi fil vaqtilləzi yubahu fihi dəmu. Namaz qılmayanın kafir olduğuna o zaman hökm verilir ki, nə vaxt? Fil vaqtilləzi yubahu fihi dəmuhu. O vaxt ki, o vaxt onun qanı halal olur. Yəni bunu fəhm edin. Həmbəli məzhəbində o alimlər ki, namaz qılmayanı kafir görür, onlar deyirlər ki, namaz qılmayana o zaman kafir deyilir ki, o zaman ki onun qanı nə olur? Halal olur. Tamam, onun qanı haçan halal olur? Deyir. Və huvə mə izə du'i fəmtənə. O zaman ki qazi tərəfindən namaza çağırılır, o da imtina edir. Adam namaz qılmır. Qanı halal deyə yox. Halal deyil. Çünki deyir axı Şeyxülislam, haçan qanı halal olur? O zaman ki qazinin önünə çıxarılır. Qazi ona deyir ki, namaz qıl. Allahdan qorx. Vacibdir. Və qılmasan hökmü budur. Fəmtənə, imtina edir. Deyir ki, öldürün, qılmayacam. Qanı halal oldu, olmadı? Halal oldu. Fikir verin, sual verirəm. Qanı halal oldu, olmadı? İndi deyilir ki, bu kafirdir. Vəssalam. Aydındır. Təkrar edirəm. Məzhəb deyir ki, yuhkəm bi kufrihi, o zaman onun kafir olduğuna hökm verilir ki, o zaman ki onun qanı halal olur. Ne zaman qanı halal olur? Və huvə mə izə du'in fəmtənə. O zaman ki dəvət edilir, o da imtina edir. Qaləl İmam Əhməd, Şeyxülislam davam edir. Necə ki İmam Əhməd deyib ki,
İzə qal la usalli. Qazi dəvət edər, deyir ki, bax, hökmü budur falan. O da deyir ki, la usalli, qılmıram. Yəni ölümü götürür boynundan, namaz qılmır. Fəvvə kafir. Bu halda nədir o? Kafirdir. Nassa ala ennehu la yeris və la yuras. İmam Əhməd deyib ki, ondan nə miras götürülür, nə də o kimdənsə miras götürə bilər. Yəni kafir kimi ona muamilə edilir. Sonra İmam İbn Teymiyyə rahmetullah sözünə davam edərək deyir ki, və yakunu hukmuhu hukmul murtad fi cəmi' umurihi. Və bütün şeylərdə onun hökmü mürtəd hökmündə olur. Belə ki o ölsə, çünki artıq öldürülür axı. Dəvət olundu, imtina elədi, hökmü ölümdür, öldürüldü. Hə? Deyir ki, və yakunu hukmuhu hukmul murtad fi cəmi' umurihi. Bütün işlərdə onun hökmü mürtəd hökmündə olur. Yəni öldürüləndə zinakar necə öldürülür? Hədd cəzası kimi yox, mürtəd kimi öldürülür. Və o zaman onun kafir olduğuna hökm verilir. Əks halda verilmir. Cənazəsi yulmur. Və la yusalli aleyh. Cənazə namazı qılınmır. Və la yudfən fi məqabiril muslimin. Müsəlman qəbristanlığında bastırılmır. Aydın oldu bunlar. Tamam. Birdən dəvət olunmasa necə? Şeyxülislam indi onu gətirir. Fəəmmə izə ləm yud'a və ləm yəmtəni. Amma birdən adam namaz qılmır, qılmaq niyyəti də yoxdur. Və yeri gəlmişkən o sözü də burada deyir ha. Fəmən ləm yusalli. O kəs ki namaz qılmır, və ləm yənvi ən yusalliyə qat. Və heç vaxtda namaz qılmağa niyyət eləmir. Niyyət də yoxdur. Qəbul edir. Qılmır. Heç qılmaq niyyəti də yoxdur. Yəni bu söz var ha, qılmaq niyyəti də yoxdur. Öz kisəmizdən deyil. Şeyxülislamın sözüdür. Görün nə qədər ehtiyatlı olublar. Özünü İslama nisbət edənə kafir deməkdə. Məsələ budur. İndi Şeyxülislam davam edir. Deyir ki, fəəmmə izə ləm yud'a və ləm yəmtəni. İndi mən bilirəm, ola bilsin bəzilərimizin və çoxsuzun ağlına belə bir sual gələ bilər ki, onda belə çıxır ki, heç kəsə namaz qılmayan heç kəsə kafir demək praktiki olaraq mümkün deyil. Niyə? Çünki kimisə qazi məhkəməyə çağırsın, desin ki namaz qıl, yoxsa öldürüləcəksən, ən azından ölüm qorxusundan qılacaq, qılmayacaq. Qılacaq. Nəticə nə oldu? Nəticə o oldu ki, praktiki olaraq sən namaz qılmayan kiməsə kafir hökmünü verə bilirsən, verə bilmirsən. İndi Şeyxülislam o deyir. Yəni ağlınıza gələn, o gələ biləcək bir şey düzdür. Elə məzhəb də bunu deyir. Ona görə Şeyxülislam deyir ki, elə ona görə İslam tarixində namaz qılmayan hökmü var ha, heç vaxt tətbiq olunmuyor. Və məzhəbdə də namaz qılmayan o zaman təkfir olunur ki, o zaman ki onun qanı halal olur. O zaman halal olur ki, o zaman ki qazi çağırır və imtina edir. Yəni xülasə olaraq Həmbəli məzhəbi nə deyir? Əhl-i-Sünnə alimlərindən kim ki namaz qılmayanı kafir görür, xülasə olaraq asanlaşdırır. Onlar deyirlər. Bir adam namaz qılmır. Hə? Ona kafir deyə bilmərsən. Namaz qılmayanı kafir görənlər necə görüblər? Bayaq dediyim formada. Məhkəməyə çağırılsa, o da desə ki, öldürün, qılmıram, hə, o halda kafir hökmü verilir və kafir kimi öldürülür. Bu da İslam tarixində heç vaxt baş verməyib. İndi Şeyxülislam deyir, diqqətlə qulaq asın. Fəəmmə izə ləm yud'a və ləm yəmtəni. Əgər namaza dəvət olunmasa qazi tərəfindən, hə, öyle iki şey deyir ha. Deyir, fəəmmə izə ləm yud'a. Həm bunu deyir. Yəni, namaz qılmır və bu adam heç vaxt, məsələn 90 il yaşayıb, heç vaxt məhkəməyə çıxarılmıyor. Və ya elə ölkədə ki, ümumiyyətlə şəhəri məhkəmə yoxdur. Heç çıxarılma ehtimalı da yoxdur. Bildiyi bunu. Sonra ikinci ehtimalı gətirir. Ola bilsin məhkəməyə çıxarılır. Hə? Ləm yəmtəni. Lakin imtina ilə deyil. Çıxarılıb, deyilib ki, qıl, qılmasan öldürüləcəksən. Deyib ki, yox, qılıram. Ya bu, fərqi yoxdur. Elə Rahimullah deyir ki, fəhədə lə yəcri aleyhi şeyun min əhkamil murtaddin fi şeyin minəl əşya. Belə birisi ilə yalnız müsəlman kimi müamilə edilir. Lə yəcri aleyhi şeyun min əhkamil murtaddin.
həmin adamın üzərində kafirə xas, mürtədə xas əhkamlar ki var, o əhkamlardan heç biri tətbiq olunmur. Heç biri fişey minəl əşya, heç biri nə sağlığında, nə də ölümündən sonra. Deyir, fikir ver. وَلِهَذَا elə buna görədir ki, ləm yu'ləm ənə əhədən min təriki salə, hələm İslam tarixində bilinmir ki, namaz qılmayan birisi olub, turikə qasluhu, ölüb və cənazəsi yuyulmayıb. Və salatu aleyh, cənazə namazı qılınmayıb. Və dəfnuhu ma'al muslimin, və müsəlman qəbristanlığında bastırılmayıb. İslam tarixində Şeyxülislam deyir, elə bu səbəbə görə hələn belə bir şey baş verməyib. Nə demək istəyir? İbn-i Teymiyyə Rahmanullah deyir ki, ümmət cahilindən tut, ən böyük aliminəcən ittifak edib ki, namaz qılmayan həm sağlığında, həm də ölümündən sonra, yəni öz əcəli ilə ölsə, madəm ki, şəri məhkəməyə çıxarılmayıb, onun ölümünə qazı hökm verməyib, ümmət icma edib ki, onunla müsəlman kimi müamilə edilir. Şeyxülislam deyir, cənazə namazı qılınıb, yulub, kəfənlənib və müsəlman qəbristanlığında bastırılıb. Şeyxülislam deyir ki, ləm yu'ləm ənə əhədən min təriki salə. İslam tarixində bir nəfər belə olsun, belə bir şey bilinmir. Sonra fikir verin. Mə'a kəsrati təriki salə fi kulli asr. Hər dönəmdə, hər əsrdə namaz qılmayanların çox olmasına rəğmən. Bəsləyir. Yəni bu bugünün bəlası deyil ki. Deyir ki, mə'a kəsrati təriki salə fi kulli asr. Hər dönəmdə namaz qılmayanların çox olmasına rəğmən hələm İslam tarixində belə bir şey olmayıb ki, namaz qılmayan müsəlman qəbristanlığında bastırılmasın, cənazəsi yuyulmasın. Həmbəli alimlərdir ya. Belə bir şey bilinməyib. Deməli, ümmət bunda ittifak edib etməyib. Edib. İndi görün nə deyir? Deyir ki, Şeyxülislam, وَالْاُمَّةُ لَا تَجْتَمِعَ عَلَى ضَلَالَةِ və ümmət də zəlalət üzərində icma edə bilməz. Yəni, namaz qılmayanla müsəlman kimi müamilə edilir. Şeyxülislam deyir ki, bu İslam ümmətinin icmasıdır. Həm sağlığında, həm də ölümündən sonra. Fərqi yoxdur. Nə qədər ki, o şəri məhkəməyə çıxarılmayıb. Ona görə də deyir ki, ona görə də ümmət heç vaxt zəlalət üzərində icma edə bilməz. İndi burada ağla başqa bir sual gəlir. O da nədir? Və Şeyxülislam bunu gətirir. Çünki bilir bu suallar ağla gələcək. Ona görə deyir ki, fəin qil. Deyir, onda birdən belə deyilsə ki, bəs bu hədislər var, namaz qılmayanın kafir olduğuna dəlalət edən hədislər, hansı ki, o hədislər əsasında həmbəli alimlərinin çoxsu və bu İmam Əhməddən gələn rəylərdən birisidir, deyib ki, namaz qılmayan kafirdir. Onda bunun mənası nə oldu? Onda mən əgər etiqad eləyirəmsə ki, məsələn, birisi alimdir, etiqad edir ki, namaz qılmayan kafirdir. Onda mənası nə oldu? Deyir, fəin qil. Şeyxülislam deyir ki, əgər birdən belə soruşulsa, qulnə, belə cavab verərik. Deyərik ki, əl-küfrü alə qismeyn. Küfür iki növdür. Nə mənada? Qismun tubna aleyhi əhkəmud dünya. Birinci qism odur ki, hansı ki, dünya əhkamları ona bağlıdır. Və deyir, min təhrimil mənəkih və dəbəih. Yəni, namaz qılmır adam, onunla evlənmək olar ya yox. Fikir ver, biz bayaqlar nə dedik? Dedik, fərqi yoxdur. Sağlığında ya da, fikir versiniz, mənəkih nədir? Ölünə evlənmək olur. Sağlığında və dəbəih, kəsdiyini yiyib yeməmək. Bunları deyir. Şeyxülislam misal gətirir. Deyir ki, küfrlə əlaqəli bəzi hökmlər var. Onlar dünya hökmlərdir. Necə? Məsələn, mənəkih, nikahlanmaq kimi. Məsələn, biri namaz qılmır. Namaz qılmır. Qız və ya oğlan, evlənmək olar olmaz. Baxın, söhbət namaz qılmayanı kafir görməyənlərdən gedmir. Onsuz da onlar görmürlər. Söhbət kafir görənlərdən gedir. Bir adamdır, alimdir. Namaz qılmayanı kafir
Görür, görmür, kafir görür. Ona gəlib mən deyirəm, şeyx, namaz qılmayan kafir deyə yox. Deyir, kafirdir. Bu rəydətdə, alimdir. Deyirəm, mən bir qızla evlənmək istəyirəm. Namaz qılmır. Evlənə bilərəm? Cavab nə olacaq? Bəli. Bəli. Şeyxülislam o deyir. Tamam, şeyx, namaz qılmayan kafir deyə yox. Kafirdir. Namaz qılmayan kəsliyini yeyə bilərəm? Bəli. Bu nədir? Dünya hökmləri. Şeyxülislam deyir ki, bu şübhəyə cavab olaraq, deyir, ona görə biz deyirik ki, bir var dünya hökmləri, bir var axirət hökmləri. Dünya hökmündə nə qədər ki, qazı ona hökm verməyib, müsəlman ki, müamilə edilir. Lə yuhkəm bi kufrihi. Kəsliyi yeyilir, evlənilir sağlığında. İndi gətiriləcək kitab. Başqa əlavə. Məsələn, arvaddır, biri namaz tərk elədi. Nikah pozulmalıdır ya yox? Pozulmalıdır. Nikah pozulmur. Və bu bilirsiniz nədir? İcma. Və ümmət də zəlalət üzərində ittifaq edə bilməz. Yəni, İslam tarixində hələn belə bir şey baş verməyib ki, namaz qılmayanı təkfir etməyənlər demirəm. Onlarla məsələ aydındır. Kafir görən alimlər, məsələn, Həmbəli alimləri, məsələn, Şeyxülislam namaz qılmayan kafir görür. Amma bu cür. İbn-i Teymiyyə rəhməllah sağdır. Deyirəm, ya şeyx, namaz qılmayan birisi evlənə bilərəm ona? Kafir görür, deyəcək, bəli. Kəsliyini yeyə bilərəm, bəli. Arvaddan birinin namaz qılmadı, nikah batildir, deyəcək, yox. Belə birisi öldü, cənazəsi yuyulur, bəli. Cənazə namazı qılınır, bəli. Bəli, yox. Vacibdir ki, qılasan. Əslində, bəli demək səhvdir. Sənə fərzdir ki, qılasan. Və müsəlman qəbristanlığında bastırasan, niyə? Şeyxülislam onu deyir. Deyir, ona görə ki, nə qədər ki, qazinin önünə çıxarılmayıb, qazı ona bu hökmü verməyib, bu dünyada onunla müsəlman ki, müamilə edilir. Lakin, əl-qismu thani, ikinci qisim, qiyamət günü Allahın önünə kafir kimi gələ bilər. Yəni, baxın, namaz qılmayanı təkfir edən alimlər, İbn-i Teymiyyə rəhməllah deyir, belə deyir, məsələni beləcə verir. Deyir, ona görə namaz qılmayan, ahirətdə Allahın huzuruna kafir kimi gələ bilər. O alimlər ki, namaz qılmayanı kafir görürlər, onlar belə deyirlər. Amma bu dünyada nə qədər ki, qazinin önünə çıxarılmayıb, ümmətin icması ilə ona müsəlman kimi müamilə edilir, Şeyxülislam deyir. Həm sağlığında, həm də vəfatından sonra. Və burada da bilirsiniz nəyə gözəl cavab var? Bəzilər deyir ki, yox, biz bu dünyada kafir kimi müamilə edirik, ahirətinə həvalə edirik Allaha. Şeyxülislam deyir, tam əksinə deyir. Sən bu dünyada ona müsəlman kimi müamilə etməlisən. Nə qədər ki, onun kafir olduğuna hökm verilməyib. Bunu bildik. Bu bayaqlar dediyim, bu İbn-i Qudamə rəhməhullahın, o dediyim 4 kitabından 4-cüsüdür bu. Kitab-ül Muğni. Həmin o 15 ciltli kitabdır. 15-16, bəzi çaplarda 20 ciltdə çap olunur. Bu kitabın deməli 3-cü cildidir. İbn-i Qudamə rəhməhullah burada 357-ci səhifədə görün nə deyir. İnşallah biraz da səbir edin, qutarıq. 5-10 dəqiqəyə tamamlayırıq. 5-10 dəqiqəyə tamamlayırıq. Yəni bu kitab yeri gəlmişkən Muğni Əl-Fiqhül Müqarandır. Müqayisəli fiqhdir. Yəni burada Həmbəli məzhəbinin rəyini gətirmir. Bütün rəyləri, dəlilləri, ixtilafları, hər şey. Və namaz qılmayan hökm məsələsini müzakirə edəndə kafir deyənlərin dəlillərini gətirir, deməyənlərin dəlillərini gətirir. Sonra bizə lazımdır məsələnin praktikası. Biri var nəzəri olaraq, çox şey deyə bilərsən, praktikada. İndi praktikada nə etməliyik onu deyir. وَلِأَنَّ ذَٰلِكَ اِجْمَاعُ الْمُسْلِمِينَ Deyir ki, namaz qılmayanı kafir görməyən alimlər, namaz qılmayan kafir deyil deyəndə, dəlillər ki gətirib o dəlillərdən birisi də icma dəlilidir. Necə? Deyiblər ki, madəm ki sən namaz qılmayanı kafir görən də bu şərtlər ilə kafir görmürsən, müamilədə dünya hökmündə ittifaq etmədik. Etdik. Deməli, praktiki olaraq namaz qılmayan nə oldu? Müsəlman oldu, özü də icma ilə. Ona görə deyir ki, وَلِأَنَّ ذَٰلِكَ اِجْمَاعُ الْمُسْلِمِينَ İcma.
Çünki deyir bu müsəlmanların icmasıdır. İbn Qudamə deyir, ödə Həmbəlidir. Deyir ki: "Fəinnə la na'lam fi asrin min al-a'sar ahadan min tariki salah turka taghsiluhu və salatu alayhi və dafnuhu fi maqabir muslimin." Biz hələm İslam tarixində belə bir şey bilmirik ki, namaz qılmayan birisinin ölsün, cənazəsi yuyulmasın, onun cənazə namazı qılınmasın, o müsəlman qəbristanlığında bastırılmasın. Belə şey bilinmir. Hə? Fikir verin. Bu vəfatından sonra. Hətta sağlığında. Görün nə deyir? وَلَا فُرِّقَ بَيْنَ زَوْجَيْنِ لِتَرْكِ الصَّلَاةِ مِنْ أَحَدِهِمَا İslam tarixində hələn belə bir şey bilinmir ki, kişi və ya qadın, evli, sağ, biri namaz qılmır, hansısa alim desin ki, nikahınız nədir? Batildir. وَلِأَنَّ ذَٰلِكَ اِجْمَاعُ الْمُسْلِمِينَ Müsəlmanların icması ilə belə bir şey bilinmir. Görün nə deyir? مَعَ كَثْرَةِ تَارِكِ الصَّلَةِ Hər dövrdə namaz qılmayanların çox olmasına rəğmən. Və sözünü belə tamamlayır. وَلَوْ كَانَ كَافِرًا لَثَبَتَتْ هَذِهِ الْأَحْكَامِ كُلُّهَا Əgər kafir olsaydı, bu hökmlərin heç biri onun barəsində sabit olmazdı. Onunla evlənmək icazəli olmazdı, kəsliyi yeyilməzdi, öləndən sonra cənazəsi qılınmazdı və müsəlman qəbristanlığında bastırılmazdı. Xülasə olaraq desək, qardaşlar, bu dediyimiz məsələ Əhl-i-Sünnə alimlərinin üzərində icma elədikləri ta o dönəmdən 21-ci əsrəcən hər dönəmdə tətbiq olunandır. Bunun əksinə gördünüz, İbn Teymiyyə və ya İbn Qudamə və qeyriləri deyirlər ki, bunun əksinə bir dənə əks hadisə olmuyor. Hətta İbn Qayyim rahmehullah yer dar olduğuna görə kitabları gətirmədim. Kitab-ı Salah və Hukm-u Tarikihədə nə deyir? Yəni deyir ki, o adamı təkfir edirik ki, qazi ona namaza çağırdı. İbn Qayyim rahmehullah deyir, Şeyxülislamın tələbəsi. Və o namaz qılmıram deyir və də belə də deyir. Deyir, qılıncın parıltısı boynunun üstündədir. Və deyir, qılmıram. Öldürüldü, kafir olaraq öldürülür. Və salam. İndi fikir verirsiniz. Rəy olaraq götürsək, belə quru olaraq hamı bilirdi ki, məsələn, belə bilirdiniz ümumiyyətlə, yox. Belə bilirdiniz ki, belə alimlər ixtilaf edirlər. Ona görə bir rəy ola bilsin ki, Əhl-i-Sünnə rəyidir, rəy olaraq. Amma baxır, sən onu necə tətbiq edirsən. Ola bilsin, Əhl-i-Sünnənin rəy olaraq rəyini götürmüsən, lakin xavaricilər kimi tətbiq edirsən. İndi maraqlı bir şey deyəsən, çox uzatmayasın. Bu kitab El-Farq Beynəl-Firaq Abdülqahir İbn Tahir El-Bağdadinin kitabıdır. Hicrətin deməli 429-cu ilində vəfat edib. Qədim alimlərdəndir. Vəfatı hələm budur. Bundan qabaq təbii ki, təxmini 1000 il bundan qabaq yaşayıb. El-Farq Beynəl-Firaq nədir? Yəni firqələr arasında fərq. Xavaricilərin firqələri, Mu'təzilə, Cəhmilər, Şiyələr, hə? Yəni bu babda çoxsaylı kitablar var, çoxsu da qədim kitablardır. Çünki bu məzhəblər müasir məzhəblər deyil axı. Məsələn, Əbu'l-Həsən Əl-Əş'arinin kitabı var, Məqalətül İslamiyyin. Elə bu babdadır. Məsələn, Şəhristani'nin kitabı var, El-Milal və Nihal. İbn Həzmin kitabı var. Təxmini 5-6 dənə bu babda etibarlı kitablar var, onlardan birisidir. Bağdadinin El-Farq Beynəl-Firaq. Deməli, burada rahiməllah xavariclərin firqələrindən danışır. Onlarla firqənin adını və fikirlərini qeyd edir və sonra gəlir ki, zikrul mukramiyyə minhum. Xavariclərdən belə bir firqə olur. Firqənin adı Mukramiyyə. Tarixdə. Deyir ki, Əl-Mukramiyyə ətba'u Əbi Mukram. Əbu Mukram adında birisi olub, onun əhbalarıdır. Görün nə deyir? Zə'amu ənə tərikə salə kafir. Bu xavariclərin qolu ki var, Mukramiyyə firqəsi, onlar iddia edirdilər ki, namaz qılmayan kafirdir. Necə olacaq bu? Axı, Əhl-i-Sünnə alimlərindən də deyən olur. Yəni, mən ona görə əvvəlindən dedim ki, bura çox girməyəcək. Çünki özü deyir sonra burada. Yəni, demək istədiyim budur ki, bunu fayda olaraq gətirdim. Yəni, bu tarixən belə olur. Mukramiyyə firqəsi bilirsiniz Hasan yaşayıb. Yəni, hələ müəllif özü 10 əsr bundan qabaq yaşayıb. Mukramiyyə firqəsi də bir
12 əsr bundan qabaq. Hicrətin təxmini 2-ci əsrində falan ortaya çıxmış firqədir. Hətta o vaxtı xavarizlər mövzu ilə gəlirdilər. Hə? Ona görə deyir ki, zəamu, onlar iddia edirdilər ki, ənə tərikə salə kafir. Xavariz firqəsi deyə bu. Onlar iddia edirdilər ki, namaz qılmayan kafirdir. Lə li əcli tərki salə. Mücərrəd olaraq namazı tərk etdiyinə görə yox. Yəni necə? Yəni desəydi ki, Allah Resulü Aleyhisselatü Vesselam namaz qılmayan barədə belə deyib. Yəni bu hədislərə əsasən namaz qılmayan kafirdir. Bunu desəydi heç. Onunsa əhl-i sünnədən deyənlər olub, gördük. Müəyyən şərtlərlə. Amma onlar necə deyirdilər? Deyirdilər ki, ləkin nicəhlihi billahi azə və cəl. Namaz qılmayan Allah barədə cahildir deyənə kafir. Ümumiyyətlə, Mukramiyyə firqəsinin bütün firqələr barədə kitablara baxın. Demək olar ki, hətta Əbu'l-Həsən Əl-Əş'ari səhv etməmsə, Gətir Məqalətül İslamiyyin kitabındakı, yəni Mukramiyyə firqəsini digər xavariz firqələrindən ayıran nə idi? Bir dənə bunu gətirir. Bir dənə bununla ayrılıblar. Deyirdilər ki, namaz qılmayan kafirdir. Ona görə ki, onun namaz qılmamağı dəlildir ki, o Rəbbini tanımır. Fikir verin, söz eynidir. Namaz qılmayanı əhl-i sünnə alimlərindən də kafir görənlər olub. Lakin məsələyə yanaşma, tətbiq fərqli olduğuna görə bununla xavarizlərin ayrıca bir qolu, firqəsi əmələ gəlir. Məhz nəyin üzərində? Namaz tərk edən kafirdir rəyi üzərində. Yəni Mukramiyyə firqəsinin bu rəydən başqa ikinci rəyini gətirənə inşallah məndən hədiyyə olacaq. Gələn dərsdə deyərsiniz, axtararsınız, soruşarsınız. İnşallah ki, bundan başqa heç bir rəyi yoxdur. Bununla gündəmə gəliblər. Bununla. Və əhl-i sünnə alimlərinin də icmasını gördük. Aydındır, üzürlü bilin, yordum. Barakallahu fikum və sallallahu ala Muhammed və ala alihi və sahbihi və səlləm. Buyurun. Bu dərsdən çıxaraq bizim ölkədə bu söhbət bağlanır. Bizdə qazi yox. Başqa variantlar. Sual verirlər ki, namaz qılan kafirdir, kafir deyil. O adamlarla ona görə çəkilirsiniz ki, zaten onlar məsələnin əslini bilmir. Sadəcə rəyə götürüb ki, filan alim deyir ki, namaz qılmayan kafirdir. Amma ikinci ki, məsələ açıqladıza, qazi məsələsinə qarşına çıxmalıdır, inkar olunmalıdır, hər tətbiq olunmalıdır. Tətbiq olunmursa, müsəlman kimi rəftar olunmalıdır. O demək istəyir ki, sahabənin Bir dənə bir şey soruşum, deyəsən. Bu danışılanlar belə başa düşüldü ya yox? Elhamdülillah. Qaranlıq şey qaldı. Azərbaycana nöqtə bu məsələyə.